Çox sağ olun, xanım sədr, hörmətli sədr, əziz həmkarlar. Birinci oxunuşda olan qanun layihəsi üzrə iki konseptual məqama diqqət çəkmək yerinə düşər. Birincisi, müdafiə haqqında qanunda təklif edilən dəyişikliklər möhtərəm prezidentin rəhbərliyi və Müzəffər Ali Baş Komandanlığı altında yaranan geosiyasi reallığın inikasıdır. Daha dəqiq desək, vətən müharibəsi və terror tədbirlərində yaranan yeni reallıq ərazi müdafiəsi anlayışına baxışı zərurətə çevirib. Aydındır ki, reallıqla uzlaşmayan qanunvericilik norması ölü normadır. Sevindirici haldır ki, ərazi bütövlüyümüzün təmini, suverenliyimizin bərqərar olunması bizə qanunvericilikdə ərazi müdafiəsi anlayışını işlək normaya çevirməyə və qanunvericilikdə tətbiqinə tam imkan yaradır. İkinci vacib məsələ, xatırlayaq ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda ordu quruculuğu barədə danışarkən bu sahədə vacib amillərdən birinin xalq ordu birliyi olduğunu bildirmişdi. Bilirsiniz ki, 90-cı illərin əvvəllərində vahid silahlı qüvvələrin olmaması, hər bir siyasi qruplaşmanın özünün silahlı dəstələrə sahib olması çox ağır bir situasiya yaratmışdı. Düzdür, Ulu Öndərin hakimiyyətə qayıtması ilə ictimai-siyasi sabitliyin yaranması və Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılmasına şərait yaratdı. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən istifadə etmək ənənəsinə son qoyuldu. Məhz belə bir periodun acı təcrübəsinə əsaslanan dahilidir, xalq ordu birliyinin vacibliyini arzu edirdi. Ulu Öndərin layiqli siyasi və hüquqi varisi Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan böyük hərbi zəfərlərimiz bu mənada həm də böyük Heydər Əliyevin xalq ordu birliyinə dair idealların təntənəsi oldu. Bugün qəbul etdiyimiz qanunda ərazi müdafiəsinin subyektlərinin dairəsinə baxsaq, yerli özünü idarəetmə orqanları və hüquqi şəxsləri də əhatə eləməsi əslində elə xalq ordu birliyinin qanunvericilik müstəvisində təsbitidir. Bu mənada layihənin vacibliyi qətiyyən sual və mübahisə doğurmur və dəstəyimi ifadə edirəm. Çox sağ olun.